Artıq bir neçə gündür ki, qəzalı vəziyyətdə hesab olunmaqla əhalisi evakuasiya olunan Goranboy rayonunun Cəfər Cabbarlı 4 ünvanında yerləşən məhz 5 mərtəbədən və 60 mənzildən ibarət olan bu bina dünən saat 21:20 radələrində demək olar ki, qəzalı hissəsinin bir bloku tamamilə çökmüşdür və xatırladım ki, ərazidə çöküntü baş verən zaman əhalinin təxliyə prosesi bir neçə gün bundan əvvəl reallaşdırdığı üçün sakinlər arasında hər hansı bir tələfat və yaralanma halı qeydə alınmamışdır. Xatırladım ki, Goranboy rayonunun Cəfər Cabbarlı küçəsində yerləşən bu bina 1988-ci ildən əhalinin istifadəsindədir və binanın 5-ci blokunda xatırladım ki, 2-3 gün bundan öncə birinci mərtəbəsində arakəsmə panelin və döşəmə panelinin sıradan çıxması nəticəsində bina tamamilə qəzalı vəziyyətə düşmüş hesab olunur. Hazırda da ərazidə aidiyyatı dövlət strukturları tərəfindən binanın taleyi ilə bağlı, qərarın verilməsi ilə bağlı müvafiq işlər aparılır və qeyd edim ki, dünən axşam saatlarında ərazidə həm də vətəndaşların əşyalarının çıxarılması prosesi də həyata keçirilmişdir bir neçə saat ərzində və proses saat 18:00-da tam başa çatıb xoşbəxtlikdən və bir neçə saat sonra isə baş verən bu uçqun zamanı isə insanlarımız arasında qeyd etdiyimiz kimi hər hansı bir əşyaların çıxarılması zamanı da həm aidiyyatı dövlət qurumlarının əməkdaşları və sakinlərimiz arasında hər hansı bir tələfat halı qeydə alınmamışdır. Ümumilikdə binanın aqibəti ilə bağlı, baş vermiş belə deyək, hadisə ilə bağlı bizə daha ətraflı Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov ətraflı məlumat verəcək. Buyurun Seymur müəllim. Salam, xoş gördük sizləri. Sizin də qeyd etdiyiniz kimi 23 noyabr səhər saatlarında Goranboy şəhəri Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 5 mərtəbəli 60 mənzilli yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsindəki yaşayış evlərinin döşəməsinin çökməsinin əsasında qəza baş vermişdi. Və sizlərin də qeyd etdiyi kimi həmin gündən etibarən rayon icra hakimiyyəti, rayon polis şöbəsi və Fövqəladə Nazirliyinin aidiyyəti qurumları ilə birlikdə əməliyyat tədbirləri keçirilmiş və əhali təxliyə olunmuşdu. Və xoşbəxtlikdən həmin gün 3 nəfər yüngül xəsarət alsa da, indi həmin şəxslərin vəziyyətləri kafidir və dərhal aparılmış tədbir nəticəsində əhalinin binaya girişi tam olaraq məhdudlaşdırılmış və təxliyə işləri yekunlaşdırılmışdı və sakinlər tədricən qismən kirayələrə çıxarılmışdı. Onu da məlumat üçün bildirim ki, kirayə xərcləri dövlət tərəfindən qarşılanması tam olaraq kəsinləşmişdir və beləliklə həmin gündən etibarən binaya giriş-çıxış sizlər də iştirakı ilə bildiniz ki, tam olaraq məhdudlaşdırılmış və sakinlər binaya buraxılmırdı. Dünənləri Fövqəladə Nazirliyinin tikintiyə təhlükəsizlik müfəttişliyinin verdiyi qərara əsasən ikinci yarım blokdakı qəzalı vəziyyətdə olmayan blokdakı sakinlərin əşyalarının çıxarılması prosesi 9:00-dan 18:00 kimi aparılmış. 18:00-dan bir daha sakinlərin həmin binaya girişi məhdudlaşdırılmış. Və axşam saatlarında saat 21:20 radələrində binanın qəzalı vəziyyətdə olan 5-ci blokunda anidən müxtəlif səslər gəlməyi və sonradan binanın həmin blokun tamamilə çökməsi ilə bağlı hadisə qeydə alındı. Xoşbəxtlikdən binada heç bir kəs olmadığına görə xəsarət qeydə alınmamışdı, heç bir tələfatımız yoxdur. Və axşam saatlarından rayon Fövqəladə Hallar Komissiyası, rayon icra hakimiyyətinin əməkdaşları, polis şöbəsi və Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi bölməsinin rayon şöbəsi səhərə qədər aidiyyəti üzrə binanın təhlükəsizliyi şəraiti təmin olunması və sakinlərin həmin binaya yaxınlaşmamasının qarşısına alınması istiqamətində işlər aparılır. Gördüyünüz kimi hazırda da yerdə işlər aparılır və tikintiyə dövlət təhlükəsizlik müfəttişliyi ərazidə baxış keçirilir. Onların verəcəyi rəyə əsasən binanın bundan sonraki aqibəti və sakinlərin o digər veşlərinin, əşyalarının çıxarılması ilə bağlı qərar qəbul olunacaqdır. Onu da bildirim ki, binanın tamamilə sökülüb, yenidən tikilməsi ilə bağlı yekun qərar qəbul olunmuşdur və binanın qeyd etdiyim kimi həmin dövr ərzində sakinlərin kirayə pulları da dövlət tərəfindən qarşılanacaqdır. Ümumiyyətlə, binanın belə deyək də uçması gözlənilən idimi? Binanın uçması bu 1988-ci ildən 92-ci ilə qədər dövrdə tikilmiş binadır. İndi digər məsələlər komissiyanın verəcəyi rəyə əsasən tam məlum olacaqdır. Hazırda aidiyyəti üzrə qurumlar tərəfindən də araşdırma aparılır. Çox sağ olun, təşəkkürlər. Xatırladaq ki, Cəfər Cabbarlı ünvanında 4 saylı ərazidə yerləşən məhz bu bina iki hissədən ibarətdir. Ümumilikdə 6 blokdan ibarət olan bu binada 60 mənzil mövcuddur və bu mənzillərdə ümumilikdə 220-yə yaxın
Goranboy sakini məskunlaşdırılır və aidiyyatı dövlət strukturlarının da verdiyi məlumata görə hal-hazırda bu binanın sakinləri dövlət tərəfindən kirayə mənzil bazarı ilə tam təmin olunmuşdur. Bizim hələ ki ərazidən çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir.